Kəmalə Günəşli. Deməli, Mikrofonu dəyişək zəhmət olmasa. Aha, o birinlə, digərinə. deməli sənə deyirdilər ki, səncə kim ola bilər? Niyə mən ağlıma gəlməmişəm? Sən zaten mənim başımın tacısan onu. Deyir rəfiqəm burada əyləşib. Bax, bir ara vuranlıq eləyim. Deyir rəfiqəm buradadır. Mən Camışın gəlməyinə biraz... Çünki mən bu vaxt məclisdə... Kəmalə xanım Bəs sən bilmirsən ki- canlı izləyib və eşitdi ki, səni belə deyim də, təkləyən həmkarlar var. Bəli. Dedim, mən ölməmişəm ki, mənim dostumu, rəfiqəmi təkləsinlər. Hə. Bağlandı bizim Senin toya Nahid sağ geciksəm də olsun. gələcəm. Elə Dedim, şey mütləq yoxdur. orada olmalıyam. Bəli, ona Bax, görə də əsl gəlmişəm, rəfiqə budur. yanındayam. Əslində Kəmalə biraz mənə kövrətdə açıq deyib. Özü də bilir ki, mən hansı rəngi sevirəm. Gülün rənginə Bugün bax. gülləri bu rəng seçiblər. Mikrofonu Camış, Allah səni düzəldirsiz, mənə çox bir dənə üzr görməsin. Başqa istəyirəm. nə deyim? Bir dəqiqəlik mikrofonunuzu Mən elə düzəltsinlər. gəlir ki, Ofelia, sən bunu bilməliydin. Nəyə Kəmalə görə? xanım, buyurun əyləşin. Çünki Veririk, hansısa verilişlərin birində də gördüm ki, deməli, Kəmalə gəldi studiyaya, dedi ki, mən sizin veriliş üçün gəlməmişəm, Ofelia xanımla görüş... Mən yox, o mən idi. Ofelia xanım. Onun üçün sən idin. gəlmişdim mən. Onun üçün. Yəni ki, əgər sən onun üçün getmisənsə, normaldır ki, o da sənin üçün gəlsin Çünki də. biz Kəmalə ilə biz Yəni tamamilə bilirəm ki, başqa, nəsə yəni belə bir şey gördüm mən. Uca bizdə bacılıqdan keçib vəziyyət. Yəni Bəli, o qədər mizans. Kəmalə mənim ürəyimdir, Baksın bir sən. qısa konkret onu deyə Orada bilərəm. məni biraz əsəbləşdirdi. Niyə aşkım? Deyirlər kim ola bilər? Sən məni niyə ağlamırsan? Bilirsən niyə? Sən bu dəqiqə toyların, o şovlarının vaxtıdır.